Amma Tibb Universiteti, Politexnik dediyimiz, AZI Bakı dediyimiz, Dövlət Bakı Dövlət, bunlar hamısı pulsuz olmalı. Çünki bunlar dövlət universitetidir və dövlət öz vətəndaşına təhsili pulsuz verməlidir. Bizə indi məsələn bura çağırın, Təhsil Naziri gələcək. Bilirsiniz, publik hüquqi şəxs, bir dənə də söz öyrənirəm. Publik hüquqi şəxs. Publik hüquqi şəxs nədir? O vaxtı Sovet döneminde bunun başka bir adı vardı. Zaşşot ne deyildi? Öz hesabına Qardaş, niye öz hesabına dönməlidir bu universitet? Hə? Bax, bizdən qat-qat kasıb olan, bizdən qat-qat balaca olan Gürcüstan bu qərarı qəbul elədi. Gürcüstanda bütün dövlət universitetləri pulsuzdur. Biz niyə eləyə bilmirik? Və Gürcüstandan da böyük ərazimiz, əhalimiz, iqtisadiyyatımız niyə pulsuz eləyə bilmirik? Niyə pulsuz təhsil vermək istəmirik uşaqlarımıza? Hətta mən sizə deyim, məktəbləri belə pullu eləyirdilər. Xatırlayırsınız, dedilər ki, məktəblər publik hüquqi şəxs olsun. Bu daha da məktəblərin inkişafı. Hər şeydə elə gözəl bəziylə, qəşəng bəhbəydən sonra məlum olur ki, ödə. Canın çıxsın ödə. Yəni sən bu cibindən 400 manat minimum haqqı verir, o cibindən 450 manat çıxart. O deyir, Azərbaycan yeganə ölkədir ki, qazandığından çox xərcləyirlər. Hardan xərcləyir? Doğrudan biz 10 gəncdən 7-si deyir, qaçmaq istəyirəm. Niyə qaç? Biz niyə öz ölkəmizi axı belə yaşanılması mümkün olmayan ölkə eləmək istəyirik? Niyə? Nədir? Son 10 ildə uğur hekayələri var da dünyanın. Son 10 ildə Azərbaycanda yetimçilikdən çıxan bir uğur hekayəsi danışın mənə. 10 il deyirəm. Var. 10 ildə mən sizə kampaniyalar adı çəkərəm. Sıfırdan yaranıb milyardlarla indi şey var, kampanyalar var. Və qarajda başlayıblar, nə bilim, nənəsinin evində başlayıb, biri atasının qırıq kompüterindən başlayıb, bir babasının köhnə maşınından başlayıb və böyük müəssisələr olublar 10 ildə. Sivil hekayələrdir. Bizdə yoxdur o hekayə. Bizdə niyə yoxdur? Bizdə yəni bacarsız milləti, qabiliyyətsiz milləti, təhsilsiz yox. Bizdə niyə yoxdur uğur hekayə? Sistem imkan vermir. Sistem imkan verir. Sənin dayın yoxdursa, daydan yoxdursa, arxan yoxdursa, köməyin yoxdursa, sən uğur qazanmağın mümkün deyil. Düzdür bu? Halbuki burada bəyənmədikləri və işə götürmədikləri bir çox adamlar gedirlər Rusiyaya, elə bir biznesmen olurlar. Rusiyanın qoyunqırabı Azərbaycanın adını yadımdan çıxdı. Yəqin vətən tamaşaçılar Google-a vursa çıxacaq. Bir Azərbaycanlı bu son 10 ildə, 3-4 il bundan qabaq Google-a şey sattı, proqram sattı neçə milyon dollara. Gənc oğlan bir proqram yazıb, app yazıb, aplikasiya yazıb, Google aldı onu, neçə milyon dollar aldı. O Bakıda da yaza bilərdi onu, kofesini içsə, düzdür, Bakı mənzərəsinə baxa-baxa yazardı da. Necə oldu getdi Amerikada, yazdı və satdı, qazandı. Görürsünüz orada imkanlar var və Amerikada nə qədər Azərbaycanlı var? Çox az sayda. Görürsünüz o az sayda Azərbaycanlılar nə qədər uğur qazanır.